Gəlin yoxlayaq insanlar Formula 1 haqqında nə qədər məlumatlıdır. Düzgün cavabları tapanları isə maraqlı hədiyyələr gözləyir. Formula 1 bolidi maksimum nə qədər sürətlə hərəkət edə bilər? Fikirləşdiyim qədər arası bir 340. Düzdür. Bir dəfə atdın. Yaxşı da. KitKat və Formula 1 rəsmi kollaborasiyasından sənə hədiyyələr təqdim edirəm. Nə maraqlı bura. Çox sağ olun, təşəkkür edirəm. Regionumuzda keçirilən məşhur Formula 1 yarışı hansı şəhərdə keçirilir? Bakı şəhərində. Bəli. Formula 1-la KitKatın rəsmi kollaborasiyasından sizə hədiyyələrim var. Çox sağ olun. Yarış zamanı komandaların təkərləri dəyişdiyi qısa dayanacaq necə adlanır? Pit stop. Niyə bilirsən bunu? Çox sadə. Heç kəs uduzmur. Siz bilirdiniz. Hə. Təbrik edirəm bu hədiyyələri qazandınız. Aç bax bir içində nə var. Oo, Yaraşdı mı? ən böyük hədiyyə. Bu da mənim. Regionumuzda keçirilən məşhur Formula 1 yarışı hansı şəhərdə baş tutur? Burada, Bakıda. Dünyanın ən rahat sualı idi. Hədiyyələri qazandınız. Aa, təşəkkürlər. Dünyanın ən çətin sualını bildiyiniz üçün də sizi təbrik edirəm. Formula 1 bolidi maksimum nə qədər sürətlə hərəkət edə bilər? Normal maşınlar təxminən 200-lə gedirsə, məncə Formula 1 çox sürətlidir, 400 gedər. Düzdür. 300-400 arası gedir. Təbrik edirəm sizi. Hədiyyələr qazandınız. Kepkanı belə qəşəng taxaq. Dəftəri əlində tut. Bu çantanı da belindən asaq. Bu da sənin KitKat şokoladın. Belə indi qəşəngdən poz ver. Əgər siz də bu cür Formula 1 brendli hədiyyələr qazanmaq istəyirsinizsə, KitKat qablaşdırmalarını toplayın, onlardan 10 ədədini rəsmi promo nöqtələrinə gətirin. Qeydiyyatdan keçin, oyunu oynayın və Formula 1 Qatar Race Azərbaycan Grand Prix 2026 yarışına 2 bilet qazanma şansını əldə edin. Ətraflı məlumat üçün KitKat Azərbaycan Instagram səhifəsinə və yaxud KitKat promo.az veb saytına keçid edə bilərsiniz.